Çox sağ olun Emin müəllim, çox sağ olun Aydan xanım. Bizim növbəti mövzumuz mühasiblər üçün həmişə belə deyək, fərqlənən mövzulardan biridir. Bilirsiniz, adətən bizim sahəni əlaqələndirən panellərdə ən maraqlı mövzu, hamının belə deyək, həvəslə gözlədiyi mövzu vergi və ona dəyişikliklərlə bağlıdır. Amma son vaxtlar həyatımızda yeni bir etalon da var. Əmək məcəlləsi və ona olan dəyişikliklər. Anar müəllim, buyurun zəhmət olmasa. Hər kəsi xoş gördük, dəyərli həmkarlar. Mən birinci səfərdir düzü belə forumda iştirak edirəm. Əvvəllər işimə görə iştirak etmirdim. Amma inanıram ki, birlikdə yaxşı bir yeniliklərlə tanış olacaq. Mənim mövzum sırf əmək məcəlləsinə dəyişikliklərlə bağlıdır və həmçində Nazirlər Kabinetinin 189 saylı əsasnaməsinə dəyişiklik olub. Mən bu dəyişikliklərə qısa məlumat verəcəm, amma daha çox mühasiblərə təsir edən dəyişikliklər haqqında məlumat verəcəm və bir də xahişim ondan ibarət ki, bu təqdimatı mütləq olaraq iştirakçılara göndərilsin. Çünki vaxt baxımından ola bilər, bəzi məsələlər deyə bilməm. Deməli, əmək məcəlləsinə son dəyişikliklərin əsaslandırılması nədir? Niyə əmək məcəlləsinə dəyişikliklər həyata keçirildi? Birinci əsaslandırma ondan ibarət ki, Beynəlxalq Əmək Təşkilatının konvensiyasının tələbləri var. Biz özümüz də ratifikasiya etmişik, hökumət olaraq 132 saylı, 157 saylı konvensiyalar qoşulmuşuq. Həmin konvensiyaların tələblərinə uyğun olaraq əmək məcəlləsinə ailə vəzifələri olan işçi anlayışı daxil edilib, sonra hamilələr və doğuşa görə məziyyətin doğuşdan sonraki müddətin azadılmaması, hansı ki, əvvəllər 126 gün idi, doğuşun tez və ya gec olmasının, əsasən də gec olmasının təsiri yox idi. Artıq doğuşdan sonraki müddət mütləq olaraq artırılacaq. Misal olaraq, məsələn, qadın işçi sosial məzuniyyətə çıxır və uşağın doğumu 126 günə görə, bilirsiniz 70 gün, 56 gündür. 70 gün gəlib düşür aprelin 5-nə. Amma uşaq doğula bilər, anadan ola bilər aprelin 15-i, 10 gün sonra artıq bunu DSMF ödəyəcək. Yəni işə götürən yox, DSMF tərəfindən ödəyəcək hər tərəfindən. Və bu, belə deyək, qadın işçilərin hüquqlarının müdafiəsi həm də konvensiyanın tələbidir. Digər dəyişiklik işə götürən tərəfindən işçinin məcburi əmək məziyyətinə göndərilməsi. Bu daha çox nədən ibarət oldu? Çünki bir çox işçilər, bilirsiniz ki, 138-ci maddənin tələblərinə əsasən mütləq olaraq işçinin ərizəsi olmalıdır. İşçinin ərizəsi işə götürənin əmri olmalıdır. İşçi ərizə vermədiyinə görə onu məcburi göndərə bilmirdik. 133-cü maddəyə əsasən növbəti cədvəli qura bilərik. Amma işçi mütləq ərizə verməlidir. Artıq qanunvericiyə dəyişiklik oldu 138-də ki, 138-2-1 əlavə olundu. Bizə hüquq yaratdı ki, yəni işə götürənlərə işçinin ərizəsi olmadan belə onu məcburi əmək məzuniyyətinə göndərə bilək. Növbəti dəyişikliklər normativ hüququ aktlara uyğunlaşdırma oldu. Məsələn, əmək məcəlləsində yazıldıra bir qayda olaraq. Bir qayda olaraq nə deməkdir? Yəni, heç bir nə imperativ normadır, nə dispositiv normadır. Bəzən də həmkarlarımız bir qayda olaraq imperativ norma götürürdü. Məsələn, təhsil sahəsində çalışan işçilərdə belə idi ki, bir qayda olaraq 56 gün yay tətili dövründə verəcək. Əgər bir işçiyə lazım idisə, məsələn, mart ayında məzuniyyət deyirlər, yox, orada yazılıb bir qayda olaraq yay tətili dövründə. Amma əslində bir qayda olaraq o məqsədlə yazılmamışdır və ya əmək haqqının 2 dəfə ödənilməsi bir qayda olaraq yazılmışdır. O demək deyil ki, siz əmək haqqını bir dəfə ödəyə bilməzsiniz. Ona görə bir qayda olaraq sözləri tamamilə çıxarıldı. Bundan başqa əmək müqaviləsinin ləğv edilməsi əvəzinə əmək müqaviləsi xitam edilməsi və məsələn, tutaq ki, 66-cı maddədə yazılırdı ki, vəzifədə bir il çalışan işçi attestasiyaya cəlb olunmur. Plus 66-da yazılırdı ki, attestasiyaya müvafiq işində çalışanlar cəlb olunmur. Yəni, iki maddədə bir-birini təkrarlayan bəndlər var idi. Məsələn, onlar da normativ hüquqlar haqqında qanuna uyğunlaşdırma həyata keçirildi. Üçüncü dəyişiklik, bu daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələn təkliflər üzərində quruldu və bir çox boşluqlar var idi ki, fərqli yanaşılırdı və onlar aradan qaldırdı. Misal olaraq, həm də müasirləşdirmə, təkmilləşdirmə apaldı. Məsələn, distant iş bizim məcəllədə yox idi, amma hətta dövlət qurumlarında distant işi tətbiq edirlər. O anlayış daxil edildi. Bundan əlavə, məzuniyyət hüququnda müharibə veteranı olanlara biz 46 gün vermirdik. Çünki onlara deyildi ki, dövlət təltifi olsun, yəni dövlət təltifini olsun, yaralanma alsın, kontuziya alsın, bu halda verirdik. Amma 1-ci Qarabağ müharibəsində müharibə veteranı olanların heç birinin dövlət təltifi yox idi. Ona görə əksəriyyətinin dövlət təltifi yox idi. Ona görə bu anlayış daxil edildi. Bir də SƏTƏM-lə bağlı, SƏTƏM-in daha da nüfuzunu artırmaq üçün həm işçinin işdən kənar edilməsi, həm də təlimatlandırmanın artıq dövrlülüyü müəyyən olundu ki, ən azı 3 aydan bir ildən bir, yəni müəyyən sahələr üzrə bu tələb müəyyənləşdirildi. Həmçində işçi sayı 50-dən aşağı olan təşkilatlar üçün də SƏTƏM-lə bağlı tələblər müəyyənləşdirildi. İndi gəlin keçən daha çox mühasiblərlə bağlı. Deməli, 140-cı maddəyə dəyişiklik oldu. 140-cı maddə nədir? Məzuniyyətin hesablanması. Biz məzuniyyəti əvvəlcə hesablayırdıq, yəni indi də hesablayırıq. Son 12 ay götürürük. Nəzərə alan, nəzərə almayan ödənişlər var, 137 saylı qərar. Ora baxırıq.
Nəzərə alanları toplayırıq, sonra bölürük 12-yə, sonra bölürük 30.4-ə. Və yekunda nə olur? Yekunda gəlir, alınır bir günə düşən məzuniyyət haqqı. Bəzən olurdu ki, işçindən asılı olmayan səbəblərdən işçi həmin 12 ayda işləmirdi, amma gəlirdi, biz onu gəlir kimi nəzərə alırdıq. Yəni, məsələn, tutaq ki, burada 3 halı dövlət nəzərə aldı. Birinci qismən ödənişli sosial məziyyət. Yəni, ola bilər ki, qadın işçidir, qismən ödənişli sosial məziyyətdən gəlib, 2 aydan sonra əmək məziyyətinə çıxır. Əvvəlki qanunvericiliyə əsasən biz 12 aya baxanda o 2 ayda nəzərə alırdıq, amma gəlirlərini nəzərə almırdıq. Çünki gəlirlərini də nəzərə alsaq, bu 28 manat 44 manat idi. Yekunda ona bir günə düşən aşağı düşürdü. Ona görə qanunvericiliyə dəyişiklik edildi ki, bəs məhz bu hal olanda qismən ödənişli sosial məziyyət, eyni yanaşma, işçinin təqsiri olmadan boş dayanma və həmçinin də işçinin təşəbbüsü olmayan ödənişli məziyyətdə olması bu halda yaxın aylarla əvəz olunur. İndi sual onlar ki, bəs yaxın aylar nədir? Hansı yaxın aylardır? Gəlin onu misal üzərindən baxaq. Bax, burada mən son 12 aya təqdim etmişəm. Burada işçi müəyyən dövrlər tam işləyib, müəyyən dövrlər işləmir. Məsələn, oktyabr 2025-də işçinin təşəbbüsü ilə ödənişsiz məziyyətdə olub, öz təşəbbüsü ilə. Sentyabrda təhsil məzuniyyətində olub, avqustda işə götürən təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olub, sonra iyulda işə götürən təqsiri olmadan boş dayanma olub, iyunda 179-cu maddənin tələblərinə görə dairə və məntəq seçki komissiyasının həlledici səs hüququna malik olub, sonra əmək qabiliyyətini itirib və gördünüz burada 3, 6, 7 halda bu işçi tam işləməyib. İndi biz burada hansı ayları nəzərə almayacaq? Yəni yaxın ayla əvəz edəcəyik. Gəlin baxaq. İşçi öz təşəbbüsü ilə ödənişsiz məziyyətdə olub. Əgər işçi öz təşəbbüsü ilə məzuniyyətdə olubsa, bunun işə götürən günahı deyil. Yəni işçinin öz ərizəsi əsasında olub. Ona görə biz bunu yaxın ayla əvəz etməyəcəyik. Bəzən bizdə praktikada həmkarlar onu edirdi, o düzgün deyil. Yəni nəzərə almırdı. İşçi öz təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olub. İşçi təhsil məzuniyyətdə olub. İşçinin təhsil məzuniyyətindən istifadə hüququ var və təhsil məzuniyyətində bilirik ki, Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən orta aylıq əmək haqqı saxlanılır və ona görə də hesablanma həyata keçirilir. Ona görə onu yaxın ayla əvəz etməyəcəyik. İşə götürən təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olub. Bu nə vaxt olur? Bu Əmək Məcəlləsinin 146-cı maddəsi var. 146-cı maddə deyir ki, müəyyən operativ sürəti qarşısı alınmayan təbii fəlakət, digər hallar olanda işə götürən öz işçilərini ödənişsiz məzuniyyətə buraxa bilər, yəni göndərə bilər. Burada artıq nə işçidən asılı məsələdir, nə işə götürəndən. Ona görə də bu hal artıq yaxın ayla əvəz olunacaq. Növbəti işə götürən təqsirindən boş dayanma olub, yəni hər hansı bir avadanlığımız xarab olub, işçilər işə gəlib işləyə bilmirlər. Bu zaman nə olacaq? Bu yaxın ayla əvəz ediləcək və dairə seçki məntəqəsində həlledici səs hüququna malik olub, bunu əvəz etmirik, çünki 179 ilə orta əmək haqqı saxlanan dövrdür. Əmək qabiliyyətini müvəqqəti itirib, buna görə müavinət hesablanır, bunu da əvəz etmirik. Qismən ödənişli sosial məzuniyyət əvəz edirik. Deməli, hansı aylar əvəz etdik? Avqust 2025, deməli, sonra iyul 2025 və fevral 2025. Bu 3 ayı hansı ayla əvəz edəcək sizcə? Hansı aydan bir variant verən var? Sizcə bu qanunvericilikdə yaxın ay deyəndə nəyə nəzərdə tutardılar? Əvvəlki ay, yəni 12 aydan əvvəlki ay. Biz onda gedəcəyik, əvəz edəcək aylar 2025-ci ilin yanvar, dekabr və noyabr. Əgər həmin aylarda tam işləmə yoxdursa, onda ondan da əvvələ gedəcək. Yəni yanaşma biraz qəlizləşdirilib. Amma burada məqsəd nədir? Məqsəd odur ki, işçinin təqsiri üzbatından baş verməyən işləmədiyi ayları başqa aylarla əvəz edir. Yəni birinci halda əgər biz köhnə qayda ilə hesablasaydık, bir təqvim günə düşən məzuniyyət haqqı nə qədər olacaqdı? 30-81. Amma yeni qayda ilə hesablayanda, 3 aya əvəz eləyəndə təbii ki, orada məbləğlər artacaq və yekun olacaq 35-74. Bu aydın oldu da, yəni söhbət buradan gedir ki, 3 halda, bir daha təkrar edirəm, qismən ödənişli sosial məziyyətdə, işə götürən təşəbbüsü ilə ödənişsiz məziyyətə getməkdə, bir də işə götürən təqsirindən boş dayanma yaranırsa, həmin aylar yaxın aylarla əvəz olacaq. Başqa digər hallarda yaxın aylarla əvəz edilmə qanunvericilikdə nəzərdə tutulmayıb. İndi əsas məsələ, bu gəldi, çıxdı bu məsələyə. Bəs məlum oldu ki, işçi mart ayında çıxır məzuniyyətə, başqa aylar çıxır, amma biz onu uyğunlaşdırma aparanda görürük ki, məzuniyyət haqqı ilə bunun ala biləcəyi əmək haqqı eyni deyil. Ona görə Əmək Məcəlləsinin 111-ci maddəsinə dəyişiklik oldu. 111-də deyir ki, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, peşəsi və bu məsələlə nəzərdə tutulmuş halda sonuncu əmək haqqıdan az olmamaqla. Yəni bu da işçinin xeyrinədir ki, işçi məzuniyyətə çıxırsa, mütləq sonuncu əmək haqqıdan az olmamaqla ödəniş almalıdır. Gəlin əsaslandırmasına baxaq. Məsələn, mart ayında hamı məzuniyyətə çıxıb və ya mühasib kimi hesablayıb. Mart ayında məzuniyyətə çıxmaq heç kəsə sərf etmir. Niyə? Çünki bir iş gününə düşən məbləğ daha yüksəkdir. Məsələn, bu ilin mart ayında cəmi 14 iş günü var. Deməli, o ayda təqvim günündən, əmək məzuniyyəti təqvim günündən olduğuna görə iş gününlə müqayisə edəndə işçi bütün hallarda itirir və işçi də bu halda çıxmaq istəmir ki, mənə sərf etmir.
Ona görə belə bir dəyişiklik getdi. Və ya vəzifə yüksəlişi. Məsələn, ola bilər ki, mən son 12 ayda işləmişəm mütəxəssis, indi şöbə müdiriyəm. Mütəxəssis işləyəndə almışam 1000 manat əmək haqqı, amma şöbə müdiri olanda alıram 2500 manat əmək haqqı. Əvvəlki qanunvericiliyə əsasən 12 ay nəyindən hesablanırdı? 1000 manatdan. Ola bilər kimsə deyə bilər ki, əmsallaşdırma Nazirlər Kabinetinin 137 saylı qərarına əsasən kütləvi artımda olur, fərdi artımda olmur. Deməli, əmsallaşdırma tətbiq eləyə bilmirik və yekunda mən bu ay fikirləşirdim ki, fevral ayında məzuniyyətə çıxacam, mənim maaşım 2000-dir, amma 1000 manat hesablandığına görə gəlib düşürdü mənə 1000 manat, 1200 manat məzuniyyət haqqı bir ailə çıxanda. Bu da təbii ki, narazılığa səbəb olurdu. Ona görə də o dəyişikliyi həyata keçirər. Hesablama necə olacaq? Bu məsələ belədir ki, biz əvvəlki 12 ay nisbətində götürürük və işçinin məzuniyyət dövründə işləyəcəkdiyi halda ala biləcək əmək haqqını götürürük. Misal olaraq, məsələn, bugün fevralın 15-i, mən məzuniyyətə çıxıram 16-sından bir həftəlik. Başlayır 16-sı, qutarır 23-ü. Düzdür? Bu dövrdə neçə gün var? 7 gün var da, başlama günündən götürsə 7 gün var. 7 təqvim günü var. Biz bir təqvim gününə tapırıq, 47 təqvim gününə. Amma mən işləsəydim, neçə günüm əmək haqqısını alacaqdım? 5 iş gününün əmək haqqısını alacaqdım. Ona görə də 5 iş gününü müqayisə edirlər və həmən 7 təqvim günündən müqayisə hansı yüksəkdirsə onu verəcəklər. İndi deyə bilərsiniz ki, elə bundan elə hamıya desinlər ki, sonuncu əmək haqqı ilə versinlər də. Bir də ikili müqayisəyə gedirlər. Ona görə ikili müqayisəyə gedirlər ki, ola bilər ki, işçinin sonuncu 12 ayında gəlirləri daha yüksək olsun. Məsələn, mükafat alsın, bayram günləri işə çıxsın, iş vaxtından artıq işləsin. Bu hallar olduğuna görə müqayisə edirlər. Aşağı olduğu halda artıq sonuncu əmək haqqını ona baxırlar. Yox, yuxarıdırsa, o zaman məzuniyyət üçün əmək haqqını verdilər. Vacib məqamlar nədir? 111-ci maddədə deyir ki, məzuniyyətdə olan. O deməkdir ki, biz həm təhsil məzuniyyətində, həm atalıq məzuniyyətində yeni məcəlləyə daxil edilib, həmçinin də yaradıcılıq məzuniyyətində məzuniyyətləri müqayisə edəcəyik. Çünki orada tək əmək məzuniyyəti yox, digər məzuniyyət nömrələri də nəzərə alınmalıdır. Amma kompensasiyanın ödənilməsində müqayisə etməyəcəyik. Çünki orada maddənin adında da görüldüyü kimi məzuniyyət hüququndan istifadə edən, yəni burada motivasiya edir ki, işçi məzuniyyət hüququndan istifadə etsin. Əmək məzuniyyəti ilə bağlı bu qədər. Hələ ki, dediyim kimi, onları mən sizə təqdimatda da göndərim. Suallar təbii ki, mən hamısına aydınlıq gətirmədim. Sırf mühasib tərəfinə gətirdim. Deməli, Nazirlər Kabinetinin 189 saylı qərarı dəyişildi. Onunla bağlı bir məlumat verim. Bir dənə də hesablama üsulu göstərim. Deməli, bu nəyə görə baş verdi? Bilirsiniz ki, artıq DSMV-də açıqladı ki, mayın 1-dən Dövlət Sosial Müdafiə Fondu proaktiv qaydada hesablamaya gedir. Bəzən burada həmkarlarımız dedi, müəyyən mənada bu mühasiblərə də təsir edəndə artıq hesablama metodları elektronlaşdırılır. Yəni, necə də elektronlaşdırılır? Artıq mühasibin hər hansı bir EGOV-da, DSMV üçün məlumat daxil etməsinə ehtiyac olmayacaq mayın 1-dən. Bütün məlumatları DSMV özü götürəcək və özü götürüb tətbiq edib, birbaşa işə götürənlə heç bir kontakt olmadan, məsələn, sizdə kimsə 20 gün xəstələnib, 14 gününü siz ödədiniz, 6 gününü DSMV özü götürəcək, özü hesablayacaq, həmən şəxsin hesabına birbaşa ötürəcək. Baxacaq ki, Kapital Bankda hesabı var, hesabını ötür. İndi sual yanana bilər ki, bəlkə o şəxsin hesabı yoxdur, onda DSMV ilə əməkdaşlıq edən müvəkkil bankın hesabına oturulacaq və həmən adama SMS gediriləcək ki, Bayramovanar, sənin üçün 200 manat pul ödənilib, filan banka yaxınlaşın, götürün. Artıq burada mühasiblik bir məsələ olmadı. Yəni, konkret olaraq DSMV özü avtomatik hesablayacaq və bunun məqsədi nədir? Məqsədi odur ki, vaxtı geçirmişəm. Nə qədər? 2 dəqiqə yekunlaşdıram. Məqsədi nədən ibarətdir? Burada sığortaların hüququ, mən çalışdım, tez-tez danışam. Sığortaların hüquqlarının müdafiəsi məsələsi. Əvvəl var idi staja görə 60%, 80%. Bunlar olmayacaq. Hamıya 100%-dir. Yəni, bu sığortaların hüququdur. Həmçində əlilliyi olan işçilər yalnız Çernobillə bağlı idi. Onda 2 qat idi. Yalnız Çernobil. İndi bütün əlilliyi olan işçilərə qismən ödəniş sosial məzuniyyət 2 qat veriləcək. Bundan başqa da dediyim kimi minimum asılılıq edəcək. Gəlin, keçək əvvəl və cariyə 2 dəqiqə yekunlaşdıraq. Əvvəl necə idi? Hesablama qaydası. Son 12 ay götürürdü, düzdür? Son 12 ay. İndi əvvəlki artı 4 rübü götürürük. Sual ola bilər ki, niyə 4 rüb? Ona görə ki, 4 rüb sizin hesabat verdiyiniz rüblərdir. Əvvəlki artıcı 4 rüb. Siz hesabat verəcəksiniz ki, orada məlumatlar görsənsin, DSMV proaktiv hesablasın. Növbəti, işçinin gəlirləri götürürdü. Məsələn, işçi üçün DSMV-nin ödəyib ödəməməyə önəmli deyildi. İşçinin nə qədər gəliri varsa, məsələn, 1000 manatdan yazırdılar 12 ay. Amma DSMV-sə ödənilib ödənilməməsi önəmli deyildi. İndi elə deyil. İndi sığortalanılan üçün ödənilmiş, həmin dövr üçün hesablanmış. Məcburi dövlət sosial sığorta haqqının 4 misli. Yəni, sizin üçün
Hesablanan əgər əmək qabiliyyətinin müvəqqəti itirməsinə görə çıxırsınızsa, dövlət büdcəsindən ödənilən və sizin fərdi uçot hissəsindən oturulan yalnız ödənilmiş məbləğlər götürüləcək. Yəni onun da 4 misli. Digər qazanc dövrünə iş günləri idi, indi təqvim günləridir və 4 il ərzində təqvim günləridir. Həmçində əmək qabiliyyətinin itirildiyi günə iş günlərinə vurulurdu. İndi artıq təqvim günlərinə vuracaq. Bir dənə misal yekunlaşırıq bundan. Əvvəl misal ondan ibarət ki, işçi 1000 manat əmək haqqı alır. Qanundan əvvəl və sonra hesaplanan sosial məziyyət, yəni analıq məziyyətinə çıxır. O necə hesablanacaq? 1000 manat əmək haqqı alanda biz nə edirdik? 12 aya vururduk, eləyirdi 12.000. Amma indi nə edəcəyik? 12.000-in əgər o 2.000 tam ödənilibsə, onun 25%-i vurulsun 4 misli. Yəni artıq DSMF-sinə baxacaq. DSMF-si nə qədərdirsə ona görə ödənilmiş. Günlərin sayı təxminən 260 iş günü idisə, indi təqvim gününə baxacaq, 365 gün. Bir günlük qazanc bir iş gününə düşürsə 46-15, indi bir təqvim gününə düşəcək, 32-87. Amma biz həmişə vururduq nəyə? İş günlərinə. İndi amma vuracağıq təqvim günlərinə, 126 günə və hesablamada təxminən bu formada olacaq. Yekun olaraq deyim ki, indi vaxt məhdudiyyətidir. Bacardığım qədər tez də danışdım ki, onsuz da tez danışanam, biraz da sürətli artırdım. Yəni kiminsə sualları varsa təbii ki, fasilədə də yaxınlaşa bilər, həm də əmək məcəlləsində dəyişikliklərlə bağlı suallar da varsa yaxınlaşa bilər. Yəni bunun dəyişikliklərin məqsədi işçinin hüquqlarının müdafiəsi məqsədi ilədir. Yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn təkliflər arasında əmək məcəlləsində kifayət qədər belə tutarlı dəyişikliklər edib, inanıram ki, mühasiblər də bunları öz işlərində tətbiq edəcəklər. Təşəkkürlər, çox sağ olun.